Əziz dostlar, hər vaxtınız xeyir olsun. 17 may 2026-cı il. Videonun başlığından da gördünüz. Biz dəniz sezonunu bugün açmağı düşünürük. Düzdür, hava küləklidir, bəlkə suya girməsək də. Amma dəniz kənarına gəlmişik. Bura Qarqıcaq məhəlləsidir. Mahmudlara yaxın hissədir. Və burada gördüyünüz bura Club Titan otelidir. Qarşıda Kırbıyıq otel var. Əvvəl adı Dinler oteli idi. 5 ulduz otellerdir və bizim hər zaman gəldiyimiz plaj çimərlik buradadır. İndi yeraltı keçidlə keçib oraya çıxacağıq. Bura isə Qarqıcağın gözəl hissələrindən biridir. Qarşıda məşhur dəniz restoranı var, illərdir fəaliyyət göstərir. Burada hakimlər sitəsidir. Dənizə sıfır, çox gözəl, balaca evlərdir. Burası Titan otelin ərazisidir. Belə əziz dostlar, indi baxacağıq və dəniz sezonunu bərabər açmış olacağıq. Baxın əziz dostlar, burada Club Titan'dır. Onun ərazisidir, göstərim sizə. Turistlər gəlib çoxdur. İstirahat edirlər, Avropalılar, yerlilər, turistlər. Buranı da göstərmiş olaq. Merhaba, kolay gəlsin, sağ olsun, nasılsınız? Baxın əziz dostlar, nə qədər insan var. Havuzu Club Titan otel Qarqıcaqda dənizə sıfır yerləşir. Baxın, insanlar istirahat edir, turizm sezonu açılıb. Hamı Alanya'ya gəlməkdədir. Gözəl gün keçirirlər. Bəli, Club Titan'dan qısa görüntüləri aldım və gözəl, təmiz yeraltı keçiddən keçirəm dənizə tərəf, dənizə gedirik. Biz hər il dənizə bura gəlirik. Sevimli yerimizdir bura. Çünki 7 il əvvəl mən Alanya'ya gələndə Qarqıcaqda bura yaxın yerdə yuxarıda yaşayırdım və dənizə hər zaman bura gəlirdik. Və o zamandan bəri hər zaman dənizə bura gəlirik. Ümumiyyətcə, Qarqıcaq çimərlikləri ən yaxşı çimərliklər sayılır. Mahmudlarda yaşayanlar, digər məhəllədə yaşayanlar da bura gəlirlər. Və tuneli bitirdik. Önümüzə belə gözəl yol çıxır. Sol tərəf, sağ tərəf güllər, çiçəklər. Keçən ildə mən dəniz sezonunu açanda deyəsən video çəkmişdim. Bu ildə bu da deyəsən ənənəvi hal alacaq. Hər il yəqin ki çəkərəm inşallah, Allah qismət eləsə. 17 may. Havanın temperaturu 23-24 dərəcə. Hava istidir, qızır. Bu tərəf isə Kırbıyıq otelin balaca meydançasıdır. Və gedirik qabağa. Bəli, Alanya artıq sezonu açıb, turistləri qəbul edir. İnsanlar sevərək öz sevimli Alanyalarına gəlirlər, istirahat edirlər. Burada belə bir 92 nömrəli çimərlik, həm də Titan otelin çimərliyidir. Club Titan yazılıb burada. Bu tərəfdə isə baxın, yaşayanlar üçün həm yuxarıda, həm aşağıda maşınları park eləməyə yeri var. Qarşı tərəfdə qonaq yaşayış komplekslərinin çimərlikləridir. Şəxsi onlara aid yer körpü var. Körpü vasitəsilə keçirlər və enib gəlirlər öz çimərliklərinə. Şezlonglar, şəmsiyələr burada istənilən adama açıqdır. Baxmayaraq ki, bura otelin ərazisidir. İstənilən adam gəlib bunları kiralayıb rahat şəkildə istirahət edə bilərlər. Qiymətlər, şezlonglar, şəmsiyələr hər yerdə fərqli ola bilər. O artıq işlətmənin öz qiymətidir. Amma belə bir şey də deyim, bu yaxınlarda oxudum ki, Alanya'da ümumi olaraq qiymət hesablanıb, yəni keçən il şezlong şəmsiyə 150 TL idisə, bu il 200 TL olub. Yəni buna da inanmaq olmur, çünki hər kəs fərqli qiymət istəyə bilir. Standartları aşmaq mümkündür. Bəli, bura bizim sevirli çimərlikdir. Baxın, çimənlər var. Hava küləklidir, sərindir. Biz çimməyəcəyik əlbəttə ki, amma yəqin ki, ayağımızı suya salarıq. Qum, piknik, istirahət. Baxın nə qədər adam var. Arkada gözəl dağlar, önümüzdə dəniz, palma ağaçları, güllər, çiçəklər, villalar, evlər, lüks komplekslər. Bunlar hamısı bir arada hardadır? Alanya'dadır. Yuxarıda Utopia oteli görürsünüz.
Və burada bizim həsirimizdir. Gəlirik bəzən həsir evdən çay və s. alırıq. Burada oturub istirahət edə bilirik. Və yaxud şezlong, şəmsiyə də kiralaya bilərsiniz. Dediyim kimi kim necə istəyir, necə xoşuna gəlir elə edə bilər. Biraz suya yaxınlaşaq. Dənizin səsi də oradan da insana çox xoş təsir edir. Müalicə, terapiyadır, terapiya. Bizim buranı seçmə səbəbimiz odur ki, burada qumdur gözəl. Girişdə bəzi hissələr qumdur, bəzi yerlərdə daş da var. Amma Mahmudlarda çox hissədə girişlər daşdan ibarətdir. Bunu hamı bilir. Ona görə hamı qarqıcağa daha çox üstünlük verir. Düzdür, başqa çimərliklər də var. Kleopatra mərkəzdə İncəkum çimərliyi var. Çox gözəldir ora. Bir dənə də daş yoxdur orada. Amma bizə ən yaxın buradır. Mahmudlar qarşıda. Maşınla 2 dəqiqəyə buraya gələ bilirik. Bəlkə də bu videonu çox adam baxacaq. Gəldikləri bu qarqıcaq çimərlikləri yadlarına düşəcək. Belə, əziz dostlar, bununla da videomu yekunlaşdırıram. Hər kəsə gözəl yay tətili, gözəl istirahətlər, xoş istirahətlər arzulayıram. Alanya yolunuz düşsə əlaqə saxlayın. Sağ olun, var olun, gələn videolarda görüşək.